Hörmətli valideynlər, bu işdə bir üçlük olmalıdır. Cəmiyyət, ailə və məktəb üçlüyü. Bax, onda işlər gözəl effekt verə bilər. Asılılıq insan beynində bir yara kimi öz izini qoyur. Yəni, bura hər bir daxildir. Tütün, narkotik, internet asılılığı, digər asılılıqların hər biri aid etmək olar. O yara mütəmadi olaraq insanı asılı vəziyyətə saldıqca get-gedə insanın beyninə təsir edir. Bu anda biz qeyd edirik ki, insan nə etməlidir ki, bu asılılıqdan qurtulsun, mübarizə aparsın. Ümumi götürəndə, məsəl üçün, insanın düşüncələri, insanın niyyəti, həyat aspekti nədirsə, onun getdiyi yolda odur. Əgər bugün biz mübarizə aparmağa başlayacaqsa, o mübarizə yolunda bizim beynimizdə olan siqnal, həyat yolumuzda olan gedişat da bizi ona doğru aparacaq. Məsəl üçün, asılı olmamışdan öncə insan bir şey düşünməyə başlayırsa, onun beynində bir refleks formalaşır. Və formalaşdığı üçün götürək deyək ki, tütündən asılılıq, məsəl üçün. İnsan öncə qeyd edir ki, mən istifadə etdim, zövq aldım. Bu fikri, bu siqnalı beyninə ötürür. İlk vaxtlarda insan bunu hiss etmir. Çünki o refleks artıq formalaşdırmağa başlayır. Zamanla artıq bu sırf asılı vəziyyətə keçir. Qeyd edim ki, elementar olaraq tütündən istifadə edən insan, tütündən istifadə edirsə, tütün insan beyninə 10 saniyəyə çatır. Çatdığı andan artıq etibarən dopamin başlayır istehsal eləməyə. Beyində dopamin istehsalına başlayır, öz istehsalına. Və zamanla, baxın, tütündən istifadə edən insan günlük bir dənə tütündən istifadə etmir. Bəlkə çox insan deyir ki, günə bir 5 dənə, günə bir 10 dənə bundan istifadə edir. Onda biz nəyə bağlayırıq? İnsanın dopamin azlığına bağlayırıq. İnsan mütəmadi ondan aşırı həddə istifadə edərək o dopamini orada çoxaldır. Onun acılığını doydurur. Onda demək ki, biz hər hansı bir dopamin almaq üçün istiqamətimizi dəyişməliyik. Deyək ki, ziyanlı vərdişi xeyirli bir vərdişdən əvəz eləməliyik. Təbii ki, qeyd edim ki, insan nəyə xoş gəlirsə onun ruhuna, o onu ilə özünü doydura bilər. Biz nə zaman zərərli vərdişlərə meyillənirik? O zaman ki, bizim ruhumuzda acılıq var. Biz onu doydura bilmirik. Nəsə çatışmır həyatımızda. Çatışmadığı üçün də biz özümüzü onunla sakitləşdiririk. Məsəl üçün, birini qeyd edim ki, tütün. Tütün beynə çatanda nə olur? Beynə çatanda artıq o xoşbəxtlik hormonu insanda baş qaldırır. Belə deyək də, xırda bir xoşbəxtçiliyi 2 saniyə, 3 saniyə əvəzləyirlər. Bu şəkildə qeyd edək. Yəni, zamanla biz bunu necə qeyd edə bilərik? Üzgüçlüyə getməklə, futbola getməklə, qadınlar fitnesə getməklə. Yəni, kimin ruhu harada xoşbəxt olursa, insan özünü orada tapa bilər. Sırf bu zərərli vərdişlərdən bizim istifadəmiz, gələcəkdə deyək ki, indi yeniyetməlik dövründə, məsəl üçün, başlayan uşaqların tutalım istifadəsi, gələcəkdə onların aparıldığı bir uçurum yolunun olması deməkdir. Məsələn, elementar mən sizə bir fikri qeyd etmək istəyirəm ki, məşhur tədqiqatçı Alenkarın belə bir kitabı var ki, siqaretlərlə mübarizə. Bu, dünyada da çox tanınır. Azərbaycan oxucularına Qənirə Paşayeva tərcümə edib təqdim etmişdi. Görmüşəm ki, bir çox yeniyetmələr də bu kitabdan bəhrələnirlər. Çünki nəyə görə? Bəzi uşaqların özlərinin maraq dairəsinə olan bir fikirləri var. Onlar maraqlarına uyğun bir yerə yönələndə onun dərinliyinə varmaq istəyirlər ki, bu nə üçün zərərlidir, nəyə görə ziyanlıdır. Mən 5 ilin içində bir çox yeniyetməyə rast gəlmişəm ki, sırf bu kitabdan bəhrələnir. Bizdə mübarizə mərkəzləri olsa da, amma xaricdə bu daha çoxdur. Məsəl üçün, Restart adlı bir mərkəz var ki, orada sırf internet asılılığından əziyyət çəkən insanların toplusu yığılıb. Hətta onlar elə bir həddə olurlar ki, yuxu faza sistemlərinin pozulmasına belə gətirib çıxardır. Asıllıq artıq xəstəliyə çevrilir. Bəli, asıllıq artıq xəstəlik fonundadır. Hətta mən sizə elementar qeyd edim. Belə tədqiqatçılar araşdırma ediblər ki, əgər insan özü internetlə oynadığı vaxt, internetdən mütəmadi istifadə elədiyi vaxt, müəyyən bir vaxt deyək ki, özündən aralı saxlasa, 5 saat müddətində aralı saxlaya bilirsə, demək ki, o insan hələ asılıqdan əziyyət çəkmir. Amma insan 5 saatdan tez bir zamanda, deyək ki, bu heç 1 saat çəkmir. Həmən bir internetdən istifadə etmək istəyirsə, sosial şəbəkələrdən mütəmadi istifadə etmək istəyirsə, bilin ki, o insan artıq asılıdır. Və asılığı ilə də mübarizə aparmaq istəmir. Bu ən dəhşətlisidir. Çünki insan başa düşmür ki, deyək ki, bu internetdir, bu digər qeyd etdiyim zərərli vərdişlərdir. Müəyyən bir zamandan sonra insanın ruhu ilə və insanın öz sağlığını çökdürür. Və insanın ruhu çöktükdən sonra insan sağlam belə düşünə bilmir. Hətta onu qeyd edim ki, bəzən qeyd edirlər ki, biz sağlam olmaq üçün nə etməliyik? Mən həmişə qeyd edirəm ki, siz sağlamlığı bir idman zalına bənzədin.
düşünün ki idman meydançasıdır və o meydançanın hər tərəfində bir qapı var. Siz əgər sağalmaq istəsəz, mübariz olmaq istəsəz, siz o idman meydançasının hər qapısından cəhd edib içəri daxil olmaq istəyəcəksiniz. Amma birinci burada nə durur? İradə. İnsan iradəli olarsa mübarizəsi də güclü olacaq. İnsanın iradəsi zəif olarsa o idman meydançasının heç bir qapısından içəri daxil olmaq istəməyəcək və onun üçün də bir çox bəhanələr gətirəcək. Və qeyd etdiyim asılılıq da sırf bu şəkildədir. Yəni insanın beyni birinci bunu istəməlidir. Mübarizəni istəməlidir. Əgər insanın beyni mübarizə etmək istəmirsə, inanın ki, o həyatda heç bir uğurlu bir nəticə almaq istəməyəcək öz həyat yolunda. İşıqlı bir sabaha getmək istəməyəcək. Və onu da mən qeyd etmək istəyirəm ki, məsələn, bir də görürsünüz ki, insanlar, məsələn, qeyd edirlər ki, mən tütünlə və yaxud da narkotika və yaxud da internetə asılılıq o zaman gəlmişəm ki, mən bir boşluqda olmuşam. Neçə illərdir mən bu sözlərlə çox qarşılaşıram. Əslində mən qeyd edim ki, bu bir öz bəhanədir. Yəni, insan boşluğa düşə bilər. Amma boşluqdan nəyə görə zərərli, nəyə görə pis vərdişlərə meylənir? Yəni, alternativlər çoxdur əslində. Bəli, əlbəttə ki, alternativ variantlarımız həmişə çoxdur. Sadəcə olaraq insan özünü çətinə salmaq istəmir. Bəzən insanlar o qədər rahatçılıq istəyirlər ki, mübarizə aparmağı özlərinə ağır bilirlər. Və o mübarizə yolunu gözlərinin önündə o qədər böyüdürlər ki, böyüyən yolun ortasında onlar balaca görünürlər. Və balaca göründükləri üçün də mübarizə aparmaq istəmirlər. Elə misal gətirək, məsələn, bəzən iki münasibətdə münaqişəsi olan valideynlərin övladları əgər narkotik qəbul edirlərsə, bəhanə gətirirlər ki, evdə kifayət qədər mübahisələr, yola getməmək və mən məcbur oldum bu yola qədəm qoydum. Amma əslində, yəni, digər alternativlər də var. Yəni, məsələn, idmanla məşğul olmaq, o mübahisəni eşitməmək və yaxud gəzintiyə çıxmaq, yürüyüş etmək. Yəni, alternativlər əslində var, amma bəhanələrimiz əfsuslar olsun ki, çoxdur. Və mən sizə qeyd edim, bəzən siz qeyd etdiyiniz kimi, bu ailə daxili münaqişələr olduqda, burada uşaq biraz boşluqda olur. Bəzən o boşluğu sosial mühitdə olan boşluqla əvəzləyir, doldurmağa çalışır. Təəssüf ki, bu boşluq səhv boşluqla nəticələnir, yəni heç arzulamadığımız bir durum olur. Və yaxud da ki, elə olub ki, mənim rastlaşdığım bir durum olub ki, elə olub ki, ailə daxili münaqişələr çox olub və uşaq öz üzərində çalışaraq hətta digər dilləri belə öyrənib. Yəni, bilirsiniz, uşağın potensialından da çox şey asılıdır. Məsəl üçün, mübariz uşaq toplulularımız indi çoxdur. Analiz edirlər. Amma təəssüflər olsun ki, artıq səhv addım edib, artıq bunun səhv olduğunu sonradan anlayan uşaqlar toplumumuzda çoxdur. Artıq mübarizə yolunda o vaxt ayılır ki, mən universitetdən kəsilmişəm, uşaqlar mənə artıq düz yola aparmamışdılar, mən bu yolda baxdım ki, sonum yoxdur və bu yol məni uçuruma aparır. Və bu cür uşaqlar toplusu da var ki, mən rastlaşıram. Yaxşı ki, o deyir, yolun yarısından qayıtmaq da özü bir xeyirdir. Yaxşı ki, belə düşüncəyə sahib olan uşaqlarımız da var ki, müəyyən bir vaxtdan sonra anlayır. Əslində, o sizin qeyd etdikləriniz bir qədər də sosial çevrədən də asılı olur. Bəli. Hardadır, hansı insanlarla əhatədədir, yəni o da təsir edir əslində. Təəssüflər olsun ki, övlad, valideyn arasında olan boşluq uşağın uçuruma geyib çıxmağına gətirib çıxardır. Bəzən valideynlər baxırlar ki, müəyyən bir vaxt keçib, uşaq yatmayıb. Gecə saat 3-dür, amma uşaq hələ yatmayıb. Valideyn artıq burada təbil zəngi çalmalıdır. Maraq nədir uşağın internetdəki? Uşaq yatmır və yaxud da uşaq öz otağına qapanıb, işığı yanır və burada deyək ki, telefondan da istifadə etmir. Uşağın marağı nədir? Gecə saat neçəyəcən oyaqdır və işığı söndürmür. Burada artıq üçüncü versiyanda qeyd edə bilərəm ki, uşağın melatonin hormonunun pozulmağı artıq yuxu fazasının pozulmağına gətirib çıxardır. Valideyn o zaman ayılır ki, artıq uşaq gəlib uçurumun kənarında dayanıb. Mən düşünürəm ki, iki tərəfli valideynlər çalışmalıdır, övlad-valideyn münasibətində həmişə o balansı qorusunlar.